Salam, hər vaxtınız xeyir olsun. Mən Aytac müəllimə. Bu gün də sizlərin görüşünə Təbrizim şeirinin izahı ilə gəlmişəm. Əvvəlcə gəlin bir neçə qeydə nəzər salaq, daha sonra isə əlavə məqamlara da diqqət yetirərik. Əsər lirik növdə, heca vəznində yazılmışdır və əsasən beşlik şəklindədir. Amma müxəmməs deyil. Deməli, ədəbiyyatımızda bir neçə belə əsər var idi ki, beşlik şəklində yazılıb, amma biz onlara müxəmməs demirdik. Bunlar Əsir Azərbaycanım şeiridir, Heydər Babaya Salam poemasıdır və Səməd Vurğunun Azərbaycan şeiridir. Əsər poema janrında deyil və tərənnüm aparıcıdır. Və qeyd eləyək ki, bu şeiri Süleyman Rüstəm Sovet dövründə yazıb və Təbrizə gələndən sonra yazdığı şeirlərdən biridir. Belə ki, o Təbrizə gəlir, burada həm yerlilərimizin, yəni Güney Azərbaycanlıların yaşayışları ilə tanış olur, həm də burada özü kimi məsləkdaşları ilə görüşür, yəni yazıçılar və şairlərlə. Ondan sonra bu şeiri yazır. Yəni 2-ci Dünya müharibəsi dövründə şairin Təbrizə gəlişi ilə bağlı yazdığı şeirdir. Həm də şeir Süleyman Rüstəmin seçilmiş əsərləri 2-ci cilddə Dilimə dəymə başlığı altında verilən ilk əsərdir. Təbrizim sözü rədifdir, amma bütün bəndlərdə rədif deyil. Çünki burada verilən ilk bəndimizdə Təbrizim sözünə ümumiyyətlə yer verilməmişdir. Və deyilsə ki, Təbrizim sözü bütün bəndlərdə xitabdır, yenə də bu fikir yanlış olacaq. Birinci bənddən başqa digər bəndlərdə bəli, bədii xitab rolunda çıxış edib. Lakin bizim ilk bəndimizdə Təbrizim sözü olmadığı üçün burada nə rədif rolunda çıxış etdiyini deyə bilmirik sırf bu bənddə, nə də bədii xitab kimi onu götürə bilmirik. Amma ümumilikdə bəli, Təbrizim sözü rədif olaraq hesab olunur. Şeirin qafiyə sisteminə diqqət yetirək. A, B, B və C, D qafiyəsindədir. Bu da bizə xatırlatdı Heydər Babaya Salam poemasını. İndi misra-misra onların şeirin təhlilinə də baxacağıq. Təbrizim sözü metonimiyadır, təsvir vasitəsi olaraq. Adında müxtəlif bədii təsvir ifadə vasitəsini saxlamaq bir neçə əsərlərə aiddir. Sırf bizim, yəni çərçivə sənədimizdə olan əsərlərdən bir neçəsini buna nümunə göstərə bilərik. Məsələn, Əsir Azərbaycanım şeirinin adında əsir sözü epitet, Azərbaycanım sözü metonimiyadır və yaxud da Dəli Kür əsərinin adında da eyni məqam var. Dəli sözü epitetdir və əsərin adı birlikdə simvol rolunda çıxış edir. Təbrizə rəğbəti elə ilk misradan bilinir müəllifin. Təbrizə rəğbəti. Baxdıqca deyir hüsnünə mənim gözüm doymur. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Sual yarana bilər ki, iki misra həm əvvəldə, həm də sonda verilməyi nə ilə bağlıdır? Bunun xüsusi bir mənası yoxdur. Sadəcə həmin dövrdə yazılan şeirlərdə bu bir üslubi cəhət idi. Eyni məqam var idi Yağış Yağarkən şeirində Mikail Müşfiqin, həm də Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeirində də, yəni bəndlər tam oxşar olmasa belə, amma eyni məzmunda təxminən eyni olan bəndlər həm əvvəldə, həm də sonda təkrarlanır. Bu da həmin dövrdə yazılan şeirlərin üslubi xüsusiyyətləri ilə bağlı olan məqamdır. Yəni xüsusi bir mənası, məzmunu yoxdur. Daha sonra qeyd edə bilərik ki, Təbrizim sözü şeirdə 3 funksiyanı yerinə yetirmiş olur. Bunlardan birincisi bədii xitab olmaq, ikincisi təkrir rolunda çıxış etmək və üçüncüsü isə rədif rolunda çıxış etməkdir. Deməli, 3 funksiyanı burada yerinə yetirmiş oldu. İndi isə digər qeydlərə diqqət yetirək. Şair metonimiyadan istifadə etməklə fikrin təsir gücünün artmasına, vətənimizin birliyi ilə bağlı düşüncələrinin daha təsirli ifadəsinə nail olmuşdur. Əsərdə Cənubi Azərbaycanın taleyi ilə bağlı ciddi siyasi mətləblər öz əksini tapmışdır. Bunu da indi biz digər bəndlərin birində görəcəyik. Hansı ki, həmin bənd bizə düşən hissədə, yəni dərsliyimizdə öz əksini tapmayıb. Şair özünü və Təbrizliləri dili, qanı bir olan qardaşlar hesab edir və burada bəli Şimal-Cənub qardaşlığını nəzərdə tutmuş olur. Təkcə yəni bir nəfərin qardaşlığı nəzərdə tutulmur. Təbrizin gözəlliyindən, təbiətindən danışılmış olur. Şeirdə bədii sual da işlənmişdir. Nədir o mənalı dərin baxışlar və həmin bənddə bir neçə yerdə həmin bədii suallara biz rast gələ bilərik. Baxın, nədir o mənalı dərin baxışlar, yağan yağışlar və payızlar, qışlar. Lirik qəhrəmanın səmimiliyi, yüksək emosionallığı oxucunu düşünməyə, əsərdə qaldırılan problemlərin mahiyyətini dərk etməyə sövq edir və şairin cənub lirikasına aid olan əsərlərindəndir. Əsərdə ikiyə bölünmə məsələsinin ağır acıları öz əksini tapır və şair inamlıdır ki, bir gün bu qardaşlar birbiri ilə qovuşacaqlar. Əsərdə Təbrizli gözəlin portreti çəkili fikri yanlışdır. Belə məqamlar yoxdur və babalardan öyüdlər dinləyən oğlanlar təsvir olunur. Duz çörəklə qonaq qarşılamaq məsələsinə yer verilir, yəni adət
xatırlanır. Belə bir məqam da Ananın Öyüdü şeirində ananın öz oğlunun ardınca su atmaq adətini bizim yadımıza salır. Əsərdə Cənubi Azərbaycanda rejimin ana dilimizə olan həqarətli münasibəti, cənubdakı soydaşlarımıza qarşı yad münasibət kimi məqamlara yer verilməyib. Təbrizli şairlərin ədəbi irsinə verilən qiymət, Təbrizdə yaşayan şairlərin Şimali Azərbaycan həsrəti kimi məqamlara yer verilməyib. Və sırf bu qeydin yazılması da onunla əlaqədardır ki, şair bayaq qeyd elədiyimiz kimi müharibə dönəmində Təbrizə gəldikdə burada özü kimi şairlərlə, yazıçılarla görüşmüşdür. Yəni onunla əlaqələndirərək belə bir qeydi də burada qeyd ediblər. Əsərdə müəllif məcazlar vasitəsilə vətənimizin birliyi ilə bağlı düşüncələrini daha təsirli ifadəsinə nail olmuşdur. Deməli, bədii təsvir ifadə vasitəsilə müəllif fikirlərini daha dərindən, daha gözəl oxucuya çatdıra bilmişdir. Təbrizi tərənnüm edən bu şeirdə əslində şairin vətənin birliyi, bütövlüyü ilə bağlı arzuları öz əksini tapmışdır. Və şair inanır ki, bir gün bu iki qardaş bir-biri ilə qovuşacaq, şimal-cənub ayrılığına son qoyulacaqdır. Və şeir güclü səfərbər edici qüvvəyə malikdir. Buna da indi aydınlıq gətirəcəyik. İndi keçid alaq misra-misra təhlillərə. Şair burada sahiblənmə məzmunu yaradıb. Deyir ki, qoymaram yadları girsin qoynuna. Yəni qoymaq istəmir ki, vətəninə kimlərsə sahib çıxsın. Bu məqam həm də İstiqlal Marşı şeirində var idi. Deyir ki, arkadaş, yurduma alçaqları uğratma sakın. Yəni eyni düşüncədə olan insanlardır müəlliflərimiz. İzin ver qolumu salım boynuna. Burada təbii ki, həm Təbriz şəhərini, həm də Təbrizliləri nəzərdə tutur və metonimiyadan istifadə edilmişdir. Sənin bayramına, sənin toyuna dili, qanı səninlə bir olan qardaş gəlib və bu qardaş həm də Təbrizlə eyni dərdi bölüşən, dərdinə sirdaş olan bir insandır. Deməli, şair də, Təbrizlilər də eyni dərdi bölüşürlər, ayrılıq dərdi. Sən çıxdın qarşıma duzla çörəklə. Deməli, Təbrizlilər də şairi duz çörəklə qarşılayıblar. Əsər boyu biz şairin Təbrizlilərə qarşı nə qədər sevgi dolu yanaşdığını görürük. Bəs Təbrizlilərin şairə münasibəti necədir? Bu da əsərdə iki yerdə öz əksini tapıb. Biri buradadır. Biz kimlərin qarşısına duz çörəklə çıxırıq? Özümüzə doğma bildiyimiz insanların. Deməli, burada şairə Təbrizlilər də qardaş düşüncəsi ilə yanaşdıqları üçün onu duz çörəklə qarşılayırlar. İkinci məqam da sonuncu bənddədir. Mənə qardaş deyən dilinə qurban. Deməli, Təbrizlilər də müəllifə qardaş deyə müraciət edirlər. Davam edirik. Bir, duz çörəklə qarşılamış olurlar Təbrizlilər şairi. İkinci, öz bağından dərdikləri güllərlə, çiçəklərlə qarşılayırlar və ən əsası da ikiyə bölünməyən saf bir ürəklə qarşılayırlar. Təbrizim, Təbrizim, aman Təbrizim, yox olsun başından duman Təbrizim. Buradakı duman sözü ilə müəllif əsarətə, Fars rejiminin müstəmləkəçilik siyasətinə işarə etmişdir. Duman sözü ədəbiyyatımızda 99% əsərlərdə, yəni istisnaları çıxmaq şərti ilə əsarətə, müstəmləkəçiliyə, işğala işarədir. Şuşa şeiri məsələn bunların arasında istisnadır. Burada Şuşanın təbiəti ön plana çəkilmişdi. Yəni siyasi məqam yox idi həmin şeirdə. Qədrini ayrılıq çəkənlər bilər. Deməli, burada Təbrizin qədrini sırf həmin dərdi çəkənlər, Təbrizlə eyni dərdə ortaq olanlar bilmiş olar. Hicrində göz yaşı tökənlər bilər. Səndən uzaqlarda, hicrətdə göz yaşı tökənlər bu dərdi anlayarmış. Ömrünə qaranlıq çökənlər anlayarmış. Və müəllif də Təbrizin bağından gül çiçəklər dərilmiş. Həm Təbrizlilər gül çiçəklə müəllifi qarşılayırlar, həmin o gül çiçəklərlə. Həm də müəllif o güllərdən özü də dərmişdi. Deyir ki, bağından sənin gül çiçək dərdim Təbrizim. Yenə təzələndi dərdim Təbrizim. Müəllif heç zaman Təbriz dərdini, ayrılıq dərdini unutmayıb. Sadəcə bağından gül çiçək dərəndə, Təbrizə ayaq basanda yenidən şairin o qəlbində olan dərdi təzələnməyə başlanır, yenilənir, yadına düşür sanki. Nə qəşəngdir yol boyunca söyüdlər. Deməli, şeir 6-5 bölgüsündədir, lakin başdan sona qədər bu bölgüdədir deyilsə yanlışdır. Çünki sırf bu bənddə ilk 3 misramız 4-4-3 bölgüsündədir. Bu da Heydər Babaya Salam poeması ilə eynidir. Nə qəşəngdir yol boyunca söyüdlər. Söyüdlərin gözəlliyindən danışır və bu söyüdlərin kölgəsində igidlər dayanıbmış. Və bu igidlər də babalardan öyüdləri dinləyirlər. Öyüdləri dinləyən igidlərin qanları damarlarda coşur. Və müəllifi də bu sevindirir. Yoxdur, deyir bu mərdlərin sanı Təbrizim. Şair qeyd edir ki, azadlıq uğrunda qurban gedənlər, yəni
burada xatırlanır. Çünki babalar sırf həmin o qurban gedənlər haqqında cavanlara fikirlər söylüyürdü və bunu eşidən oğlanlar da daha da yəni düşmənə qarşı mübarizə aparmaq hissinə sahib olurdular. Düşmənə qarşı qəlblərində bir qisas hissi yaranırdı. Bu da müəllifi sevindirirdi. Xalqımıza başına gətirilənləri eşidən igidlərin qanları damarlarda coşur. Eyni məqam Məmməd Arazın Azərbaycan Dünya Mənim şeirində də var idi. Deyir ki, orada da oğulları kür gəzdirər biləklərində. Kür çayı coşqun çaydır. Yəni damarda kür kimi coşqunluq yaranır. Kür çayı kimi coşqunluq əmələ gətirir sanki bu sözləri eşidən igidlərin qanlarında. Vətənin deməli gənclərə vətənin niskinli günləri təsir edir. Bu şairi sevindirir. Ağlasan ağlaram, gülsən gülərəm. Deməli, testlərdə qarşımıza çıxa bilər ki, Təbriz şairə görə nizamlayır öz fikirlərini. Bu yanlışdır. Müəllif özü hisslərini Təbrizə görə nizamlamış olur. Deyir, sən ağlasan mən də ağlayacam. Sən gülsən mən də güləcəm. Sən yaşasan yaşaram, ölsən ölərəm. Deməli, şair Təbrizə görə hisslərini, düşüncələrini nizamlamış olur. Və varımı da səninlə yarı bölərəm, deyir. Gəl bir də üzündən öpüm Təbrizin. Burada da metonimiyadan istifadə edilib. Yəni Təbrizli qardaşların üzündən öpülmüş və onların başına gül çiçək səpmək arzusundadır. Deyir, gəl sənin başına gül çiçək səpim. Yəni orada da insanları təbii ki nəzərdə tutur, yenə metonimiyadan istifadə edilmişdir. Başa gül çiçək səpmək məsələsi Oqtay Eloğlu əsərində də var idi. Şahqulu da, Oqtay da arzulayırdılar ki, tamaşadan sonra onların da başına gül çiçək səpsinlər. Odlu Qılınc əsərində də var, Zeybək qızı hekayəsində də. Nədir o mənalı dərin baxışlar, nədir gözlərindən yağan yağışlar, nədir qəlbindəki payızlar, qışlar. Deməli, şair burada Təbrizin dərdləri ilə tanış olmaq istəyir və buradakı nədir ifadələri təkrir, anafora nümunəsi yaratmışdır. Təbii ki, Təbrizlərin burada yəni qəmli olduqları göstərilir. Burada yəni Təbriz deyəndə Təbrizli insanlar nəzərdə tutulur sırf bu bənddə də və onlar da ayrılıq dərdi çəkdikləri üçün gözlərindən yağış kimi sanki yaşlar axır, dərin və mənalı baxırlar və qəlblərində də payızlar, qışlar meydana gəlmiş. Bu da təbii ki, ayrılıqdan yaranan məqamlardır. Bu insanlar yetim tək boyunlarını burub dayanıblar və məlul-məlul baxırlar. Müəllif sonda Təbrizin çiçəyinə də, gülünə də özünü qurban hesab edir. Deyir, sənin çiçəyinə, gülünə qurban. Mənə qardaş deyən, hətta deyir, o dilinə belə qurban olum. Vətəninə qurban, elinə qurban. Sənin hüsnünə baxdıqca mənim gözlərim doymur. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Deməli, bütün misralarda müəllifin Təbrizə qarşı olan sevgisi hiss olunmaqdadır. Bütün bəndlər qeyd elədik ki, 600-5 bölgüsündə deyil, bir bənddə və ilk 3 misrasında bu məqam pozulmuş olur. Müəllifin istəyinə yer verilib əsərdə. Bu istək də odur ki, müəllif Təbrizin azad olmağını arzulayır. Yox olsun başından duman Təbrizim və bu da oxucuya məlum olmuş olur. Şair Təbrizin dərdləri ilə tanış olmaq istəyir və bu məqam da bu hissədə, bu bənddə öz əksini tapmışdır. Azadlıq uğrunda qurban gedən oğlanların mübarizəsi burada sadalanır. Deməli, həm də babalar o haqda oğlanlara danışırlarmış. İndi keçək digər məqamlara. Ümumilikdə şeir ilhamlı şeirdir. Baxın, bu hissədə verilən Təbrizim sözləri təkrir yaratmışdır. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Daha sonra məlul-məlul baxıb durma Təbrizim. Burada bədii xitab rolunda çıxış etdiyini görürük. Deməli, biz bayaq şeirlə bağlı belə bir qeydə də toxunduq ki, güclü səfərbər edici qüvvəyə malikdir. Və bu məqamda şeirin bizə verilməyən hissəsində, bəndində öz əksini tapmışdır. Dərsliyimizdə bu bənd yoxdur. Səttarxan, o böyük sərdar milli, o atəş ürəkli, o atəş dilli, etdi azadlığı ellərə bəlli. Gəl onun yolundan dönmə Təbrizim, dalğalan, alovlan, sönmə Təbrizim. Səttarxan İran inqilabının məşrutə hərəkatının rəhbəridir və o, həmin dövrdə həmin inqilabla bağlı adını qızıl hərflərlə tarixə yazdırmış şəxsdir. Və bu insanın adını çəkməklə həm siyasi məqam yaradılıb əsərdə, həm də güclü səfərbər edici qüvvəyə malik olmasına gətirib çıxarır şeirin. Səttarxanı igidlərə xatırladır, oxuculara xatırladır müəllif. Və sanki Səttarxandan ruh alacaqlar həmin gənclər, daha da düşmənə qarşı nifrət hissi ilə alışıb yanacaqlar, azadlığı arzulayacaqlar. Digər məqamlara diqqət yetirək. Bu misralardakı təkrir, bənzətmə, məcaz, bədii sualların köməyi ilə şair Təbrizin ayrılığından doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur.
Təbrizimi oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən vətənin birliyinə nail olmaq istəyi daha da güclənir. Deməli, təkcə müəllif yox, həm də oxucu belə bu istəyi duymuş olur. İkinci Dünya müharibəsi illərində İran, Cənubi Azərbaycanda olan Süleyman Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görmüşdür. Milli zülmə, istibdada qarşı geniş xalq kütləsinin etirazını dinləmiş, imperializm əleyhinə mübarizənin canlı şahidi olmuşdur. Məhz həmin dönəmlərdə yazılan şeirdir. Və digər qeydlərə baxaq, səsləndirmədiyimiz məqamları qeyd eləyək. Heca vəzində olduğunu bildik. Hecaların sayı şeirdə 11-dir. Daxili bölgü 6/5-dir, amma bəndimizin biri bundan yəni kənara çıxır. Tərənnüm əsasdır. Qafiyə quruluşu da qeyd etdik bayaq. Deməli, birinci bənddən başqa digər bəndlərdə təkrarlanan Təbrizim sözü bədii xitab kimi işlənib. Yəni, bir çox hallarda metonimiyadır. Bütün bəndlərdə Təbrizim sözünü biz metonimiya kimi götürmürük. Şeirin yazılma səbəbinə bayaq aydınlıq gətirmişik. Şeirin lirik qəhrəmanı səmimi və emosionaldır. Oxucunu düşünməyə sövq edir. Şeiri oxuyan şəxs əsərdə qaldırılan problemlərin mahiyyətini dərk edir. Problem də iki qardaşın bir-birindən ayrı düşməsi idi. Eyni ideyaya malik olan əsərlər var ədəbiyyatımızda. İstiqlal poemasıdır və Xurşidbanın Natəvan dramıdır. Şeirdə Təbriz. Hüsnünə baxmaqdan doymaq olmur. Müəllifi qarşılamağa duz çörəklə, gül çiçəklə, saf ürəklə çıxır. Yol boyunca söyüdləri gözəldir və bu söyüdlərin kölgəsində igidlər babalarından öyüdlər dinləmiş olurlar. Mənalı dərin baxışlıdır. Gözlərindən yağışlar yağır, bu da dərdli olmağından irəli gəlir. Yetim tək boynunu burub, məlul-məlul baxır. Müəllifin Təbrizə olan sözləri münasibəti. Yadları Təbrizə girməyə qoymayacaq və bunda israrlıdır müəllif. Onunla dili bir, qanı bir qardaş, dərdinə aşina sirdaş olduğunu vurğuluyur. Ayrılıq çəkdiyi və hicrində göz yaşı tökdüyü üçün Təbrizin qədrini bilir. Təbriz ağlasa ağlayacaq, gülsə güləcək, yaşasa yaşayacaq və ölsə də öləcək. Varını Təbrizlə yarıb ölməyə hazırdır. Onu özündən öpmək, başına gül çiçək səpmək istəyir Təbrizlilərin. Onun çiçəyinə, gülünə, qardaş deyən dilinə, vətəninə, elinə qurban olmağa hazırdır. Şeirdə bir çox təsvir və ifadə vasitələri işlənmişdir. Belə, ümid edirəm ki, bu dəfəki izah da sizlər üçün faydalı oldu. Belə izahların ardının gəlməsini istəyirsinizsə, kanala abunə olun, izahı bəyənməyi unutmayın. Sizlərlə mən idim, Ağayeva Aytaç. Diqqətinizə görə sağ olun.